Sumqayıt şəhərində fəaliyyət göstərən 11 nömrəli tam orta məktəbdə məzunların yaddaşında silinməz iz buraxacaq son zəng tədbiri baş tutub. Zəngin proqramla keçirilən mərasim məktəbin həyətində bayram əhval-ruhiyyəsi yaradıb, həm müəllim, həm də şagirdlər üçün unudulmaz bir günə çevrilib. Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Abşeron Xızı Regional Təhsil İdarəsinin nümayəndələri, məktəbin pedaqoji kollektivi, valideynlər və qonaqlar iştirak ediblər. Tədbirdə həmçinin Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun anası Şamama İbrahimovanın da iştirakı mərasimin xüsusi mənəvi dəyərini artırıb. Məktəbin direktoru Şəhla Bağırova çıxışı zamanı məzunları ürəkdən təbrik edib, onların qazandıqları nailiyyətlərdən və gələcəkdə ölkəmiz üçün faydalı vətəndaşlar olacaqlarına olan inamından söz açıb. Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyə Müzəffərova da məzunlara xoş arzularını çatdırıb. Tədbir müddətində səsləndirilən vətənpərvər və nostalji mahnılar, səhnələşdirilmiş kompozisiyalar, şagirdlərin duyğusal çıxışları hər kəsin qəlbinə toxunub. Məzunlar təhsil aldıqları illərdə qazandıqları dostluqları, müəllim məhəbbətini və bircə yaşadıqları unudulmaz anları minnətdarlıqla yada salıblar. Onlar bu illərin təkcə dərslərlə deyil, həm də dəyərlərlə, əxlaqla, birlik və həmrəyliklə zəngin olduğunu qeyd ediblər. Mən bütün məzunları təbrik edirəm. Onlarda həyatda uğurlar arzulayıram. Bu gün doğma məktəbimizə əlvida deyib, müstəqil həyata qədəm qoyuruq. Bu təhsil aldığımız doğma ocağımızda əziyyət çəkən müəllimlərimizə və hətta əziyyət çəkən valideynlərimizə çox sağ ol deyirik. Ümid edirəm ki, bu təhsil ocağının adını da yüksəklərə qaldıracağam. Mənim həyatımda bu 11 il ərzində müəllimlərimin, valideynlərimin, sinif yoldaşlarımın hamısının əziyyəti var mənim üzərimdə. Buna görə də onların hamısına özlərinin təşəkkürümü bildirirəm. Məlumat üçün qeyd edək ki, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbi illərdir təhsil sahəsindəki uğurları ilə seçilir. Burada formalaşdırılan sağlam təhsil mühiti, peşəkar müəllim heyəti və müasir tədris yanaşmaları nəticəsində hər il onlarla məzun ali məktəblərə qəbul olunur və uğurla təmsil olunur. Son zəng tədbiri bir daha göstərdi ki, bu məktəb təkcə elm, savad deyil, eyni zamanda insanlıq və vətən sevgisi aşılayan bir mərkəzdir. Məzunlar böyük ümidlər və arzularla yeni bir həyata qədəm qoyarkən onlara bu yolda uğurlar arzuluyuruq. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.